Salam əziz abituriyentlər və hörmətli müəllimlər. Bugün mən sizə 8-ci sinif biologiya dərsliyimizdən sinir sistemi bölməsində imtahana düşə biləcək hissələri qeyd etmək istəyirəm. İstəyirəm bu hissələri sizin diqqətinizə çatdırım və imtahanda bu hissələrdən sual düşməsi ehtimalını gözləyirəm. Deməli, bunlardan biri nədir? Deməli, biz bilirik ki, sinir sistemi öz funksiyasına görə iki yerə bölünür: vegetativ sinir sistemi və somatik sinir sistemi. Somatik sinir sistemi skelet əzələlərinin dərinin sinirlənməsini təmin edən sinir sistemidir və onun işi iradədir. İradəmizdən asılıdır. Vegetativ sinir sistemi isə daxili orqanların işinin tənzimlənməsində iştirak edir. Onun işi isə qeyri-iradidir. Deməli, vegetativ sinir sistemimizdə biz burada görürük ki, parasimpatik və simpatik sinirlərdən ibarətdir. Və dərsliyimizdə də bizim bu cədvəl verilib və biz bilirik ki, simpatik və parasimpatik sinir sisteminin işi bir-birinə əksinədir, antagonist təsir göstərir bir-birinə. Adətən simpatik sinirlər orqanların fəaliyyətini, işini gücləndirir, parasimpatik isə ləngidir. Amma mədə-bağırsaq, ümumiyyətlə həzm sistemində bu proses tam əksinə olur. Gəlin baxaq. Simpatik sinir sistemi deməli ürək yığılmalarını tezləşdirir və qüvvətləndirir. Yəni ürəyin daha tez-tez döyünməsini təmin edir. Amma parasimpatik isə bunun əksini edir. Ürək yığılmalarını yavaşıdır və zəiflədir. İndi biz burada nəyə diqqət edək, hörmətli abituriyentlər və müəllimlər? Ürək yığılmalarını simpatik sinir sistemi tezləşdirsə də, ürək siklini zəiflədir. Çünki ürək sikli ürəyin bir dəqiqədə, daha doğrusu bir döyünməsinə sərf olunan zamandır. Onda belə çıxır ki, müəyyən zaman çərçivəsində ürək daha tez-tez döyünürsə, onda o döyüntüyə sərf olunan zaman azalar. Simpatik sinir sistemi ürəyin yığılmasını tezləşdirib gücləndirsə də, qüvvətləndirsə də, ürək siklini isə zəiflədir. Gəlin qan damarlarına baxaq. Qan damarlarına baxanda görürük ki, simpatik sinirlər qan damarlarını daraldır, parasimpatik sinirlər isə əksinə genişləndirir. İndi bir dəqiqə keçək digər hissəyə. Gəlin göz bəbəyinin vəziyyətinə baxaq. Simpatik sinirlər göz bəbəyini genəldir, parasimpatik sinirlər isə əksinə göz bəbəyini daraldır. İndi isə həzm sistemi mədə-bağırsağa görə necə təsir göstərir? Mədə-bağırsağa isə simpatik sinirlər zəiflədir onların işini, zəiflədici təsir göstərir. Amma parasimpatik sinirlər isə əksinə gücləndirir. Deməli, əsas məqam bu deyil şagirdlər. Sadəcə bunu bir giriş elədim. Əsas məqamı indi birazdan vurğulayacağam. Deməli, biz burada nəyə baxmalıyıq? Biz burada baxmalıyıq mütləq şəkildə, baxın, bu hissədə verilən, yəni bizim dərsliyimizdə 8-ci sinif biologiya dərsliyində bu şəkillər bizə sinir sistemi bölməsində verilib. Deməli, biz baxırıq burada onurğa beynin hissələrini görürük. Deməli, bu hissə olacaq boyun, bu hissə olacaq döş, mavi rəngdə verilən hissə, yaşılla verilən hissə bel, bənövşəyi rəngdə verilən hissə isə olacaq oma. Bunu bildikdən sonra diqqət etməli olduğumuz məqam nədir? Siz fikir verirsinizsə, deməli, sol tərəfdə verilən sinirlər mavi rəngdədir, hamısı eyni rəngdədir. Deməli, sol tərəfdəki sinirlərin çıxdığı yerlərə diqqət edəcəyik və həmin orqanlar həm də sağ tərəfdə verilib və sağ tərəfdəki sinirlər isə yaşıl rəngdədir. Deməli, burada da bir növ sinir olur. İndi gəlin fikir verək. Görək bu sinirlər hardan çıxır və hansı sinirlərdir? Biz öyrənmişik ki, simpatik sinirlər onurğa beynin döş və bel hissəsindən çıxır. Deməli, simpatik sinirlər onurğa beynin döş və bel hissəsindən çıxır. Əziz müəllimlər və şagirdlər, biz də sağ tərəfdə görürük ki, çıxan bu yaşıl rəngdə sinirlər onurğa beynin həmin döş və bel nahiyəsindən çıxıb. Parasimpatik sinirlər isə onurğa beynin oma nahiyəsindən çıxır, bir də baş beyində beyin kötüyündən çıxır. Biz də baxırıq ki, sol tərəfdə verilmiş həmin bu sinirlər qeyd etdiyimiz hissələrdən çıxır. Bunu bildikdən sonra
İndi keçək baxaq görək hansı orqanımıza gələn simpatik və parasimpatik sinirlər hansı nahiyədən çıxır. Deməli, biz fikir veririk ki, burada boyun nahiyəsindən nə simpatik, nə də parasimpatik sinirlər çıxmır. Simpatik sinirlər deməli döş nahiyəsindən çıxır və fikir verirsinizsə, döş nahiyəsindən çıxan sinirlər deməli onurğa beynin deməli döş nahiyəsindən çıxan sinirlər həm iki dəstə şəklində çıxır. Deməli, təxminən onurğa sütununun döş fəqərələrinin 1-ci, 2-ci, 3-cü, 4-cü döş fəqərələri bərabərliyində çıxan sinirlər ayrı bir topa əmələ gətirir. 6, 7, 8, 9 fəqərəsi bərabərində çıxan sinirlər isə ayrı bir topa əmələ gətirir. Gəlin baxaq. Deməli, ürəyə gələn simpatik sinirlər təbii ki, ana ən yaxın olan onurğa beynin döş hissəsindən gələcək və fikir verirsinizsə, bu yuxarıdakı topadan gəlir. Ürəyə gələn sinirlər döş deməli hissənin yuxarı topasındakı simpatik sinirlərdir və digər tərəfdə isə baxırıq ki, ürəyə gələn parasimpatik sinirlər isə gəlir hardan? Baş beyindən, beyin kötüyündən. Daha sonra fikir verəcəyik ağciyərlərə. Ağciyərlərə gələn simpatik sinirlər yenə də onurğa beynin döş şöbəsindən, yəni yuxarı dəstədən gəlir və bax fikir versiniz buradan gəlir. Parasimpatik sinirlər isə ağciyərə yenə də hardan gəlir? Beyin kötüyündən gəlir. Daha sonra fikir veririk ki, deməli göz almasına gələn simpatik sinirlər döşdən, parasimpatik sinirlər isə beyin kötüyündən gəlir. Daha dəqiq növbəti şəkildə deyəcəm. Sonra baxırıq ki, bax burada bizə verilib ağız suyu vəzlərini görürsünüz şəkildə qulaqyanı, çənaltı, dilaltı simpatik döşdən gəlir. Digər tərəfdə isə baxırıq ki, parasimpatik isə gələcək hardan? Beyin kötüyündən. Sonra döş nahiyəsinin aşağı bu hissəsindən, aşağı topadan isə simpatik sinirlər qaraciyərə gəlir. Fikir verirsinizsə, qaraciyərə gəlir, mədəyə gəlir, mədaltı vəzinə gəlir və eyni zamanda deməli qaraciyəri dedik, mədəni dedik, mədaltı vəzini burada qeyd elədik. Eyni zamanda fikir verirsinizsə, ödə də buradan sinirlər gəlir. Digər tərəfdən isə parasimpatik sinirə baxanda görürük ki, qaraciyərə parasimpatik sinir beyin kötüyündən gəlir, sonra ödədə beyin kötüyündən gəlir, deməli mədəyə də beyin kötüyündən gəlir və bağırsaqlardan sadəcə düz bağırsaq istisna olmaqla nazik bağırsağın hər üç şöbəsinə, yoğun bağırsağın isə deməli kor və çəmbər bağırsağa hardan gələcək? Beyin kötüyündən gələcək. Təkcə düz bağırsağı saxlayırıq, birazdan qeyd edəcəyik bunu və beləliklə biz simpatik və parasimpatik, yəni döş nahiyəsindən çıxan deməli simpatik sinirlər alan orqanların parasimpatik sinirləri də həmçinin deməli beyin kötüyündən aldığını gördük. İndi isə keçirik deməli növbəti hissəyə. Baxırsınız ki, burada yaşılla verilən onurğa beynin bel nahiyəsidir və buradan simpatik sinirlər çıxmalıdır. Buradan çıxan simpatik sinirlər çanaq boşluğunda yerləşən orqanlara daxil olur, hansı ki bu silik kisəsidir və qadın daxili cinsiyyət orqanlarıdır. Həmin orqanlara parasimpatik sinirlər hardan gəlir desək, baxıb görürük ki, həmin orqanlara parasimpatik sinirlər onurğa beynin oma şöbəsindən gəlir. Deməli, bu hansı orqandır? Silik kisəsi və qadın daxili cinsiyyət orqanları. Və bayaq qeyd elədim ki, bağırsağın bütün şöbələrinə simpatik sinirlər gələcək hardan? Deməli, döş nahiyəsindən gəlir. Ancaq parasimpatik sinir gəlirdi deməli beyin kötüyündən, sadəcə düz bağırsağa parasimpatik sinir oma nahiyəsindən gələcək. Daha sonra burada bir məqamı qeyd etmədim, onu da deyim. Böyrəklərə fikir verirsinizsə, əslində bu şəkildə böyrəklərin simpatik sinirləri, burada fikir verirsinizsə, böyrəklərin simpatik sinirləri döş nahiyəsindən aldığı göstərilib. Ancaq növbəti şəkildə görəcəksiniz ki, orada böyrəklərin deməli simpatik sinirləri döş yox, bel nahiyəsindən alındığı göstərilib. Deməli, keçək növbəti şəkilə.
Növbəti şəklimiz bu şəkildir. Bu da dərsliyimizdə verilib. Deməli, biz burada nə görürük? Biz burada görürük ki, yenə ürək bir orqandır. Burada simpatik sinirləri qırmızı, parasimpatik sinirləri mavi xətlərlə göstəriblər. Biz baxırıq ki, ürəyə gələn simpatik sinir döş nahiyəsindən yuxarı topadan çıxır. Ürəyə gələn parasimpatik sinir isə beyin kötüyündən çıxır. Xüsusilə də uzunsov beyindən. Deməli, hörmətli müəllimlər və abituriyentlər, biz bilirik ki, beyin kötüyü uzunsov beyin, varal körpüsü və orta beyin birləşməsindən yaranır. Ona görə də beyin kötüyü deyəndə ola bilər ki, bizə daha dəqiq detallı soruşar. Onda biz deyəcəyik ki, ürəyə gələn parasimpatik sinirlər uzunsov, beyin kötüyündə uzunsov beyindən çıxır. Daha sonra fikir veririk nəyə? Burada fikir verib, baxın, bayaqları böyrəyi mən sizə dedim. Böyrəyə gələn simpatik sinirlər burada görürsünüz. Burada 3 rəqəmi ilə bel şöbəsi qeyd olunub və beldən gəlir. Parasimpatik sinirlər isə böyrəyə gələn parasimpatik sinirlər isə siz görürsünüz ki, beyin kötüyündən uzunsov beyindən gəlir. Qadın daxili cinsiyyət orqanlarına simpatik sinirlər qeyd elədik ki, beldən gəlir. Parasimpatik sinirlər isə onurğa beynin oma şöbəsindən gəlmiş olur. Gəlin istəyirsiniz burada mədaltı vəzi qaraciyərə də baxaq. Biz baxırıq ki, qaraciyərə gələn simpatik sinirlər gəlir hardan? Döş hissədən və deməli aşağıdakı topa sinirlərin içərisindədir. Parasimpatik sinirlər isə gəlir yenə uzunsov beyindən. Bir də əziz müəllimlər və abituriyentlər, gözü bir öncəki şəkildə qeyd elədim ki, gözə gələn simpatik sinirlər gəlirdi hardan? Bir dəqiqə. Gözə gələn simpatik sinirlər gəlirdi, deməli, onurğa beynin hansı hissəsindən? Deməli, döş hissəsindən əslində gəlir. Ancaq parasimpatik sinirlər isə gəlirdi, deməli, beyin kötüyündən. Beyin kötüyündən gələn parasimpatik sinirlərə fikir verirsinizsə, beyin kötüyünün, biraz daha yaxşı çəkək, beyin kötüyünün deməli, orta beyin hissəsinə gəlir. Çünki orta beyində beyin kötüyünə daxildir. Bu məqamları xüsusilə vurğuluyuram. Bu şəkil üzərində verilib. Bizim, belə deyək də, dərsliyimizdə mətn şəklində bu verilməyib. Çox təəssüf ki, hal-hazırda ümumiyyətlə, yəni bizdə şagirdlər də, müəllimlər də kitabı oxuyarkən əsasən mətn hissəsinə fokuslanırlar. Ancaq deyərdim ki, ən əsas məlumatlar şəkillərdə gizlidir. Yəni, bir 10 il bundan əvvəlki dərsliklərə diqqət eləsək, orada deməli, söz yığını daha çox idi. Yəni, mətn şəklində verilirdi. Ancaq indi dərsliklərimiz daha mükəmməldir, daha kompakt, yəni şəkilə salınıb və daha çox şəkil üzərində məlumatlar verilib. Yəni, bütün bu məlumatlar şəkil üzərində olduğu üçün şəkillərə mütləq şəkildə diqqət eləməlisiniz. Bu hissələri isə xüsusilə vurğuluyuram. Deməli, burada, deməli, bax, bu hissədə isə daha geniş şəklini görürsünüz. Baxın, burada yazılıb əslində. Hər bir şey yazılıb. Fikir verirsinizsə. Bircə dəqiqə. Burada, deməli, görürsünüz, birinci hissə onurğa beynin boyun şöbəsidir. İkinci onurğa beynin döş. Üçüncü onurğa beynin bel şöbəsidir. Dördüncüsü onurğa beynin oma şöbəsidir. Simpatik şöbəni qırmızı rəngdə, parasimpatik şöbəni isə mavi rəngdə verib. Sizə qalır sadəcə bunları şəkil üzərində görmək. Bir də burada bir məqamı qeyd eləmək istəyirəm. Deməli, qeyd eləmək istədiyim məqam nədir? Mədəyə fikir verək. Mədədə biz görürük ki, mədəyə gələn simpatik sinirlər hardan gəlir? Təbii ki, onurğa beynin döş şöbəsindən, ikinci hissədən. Sadəcə döş şöbəsindən çıxan sinirlər iki topa əmələ gətirir. Yuxarı, deməli, onurğa sütunun döş fəqərələrinin birincisi, ikinci, üçüncü, dördüncü döş fəqərələri bərabərliyindən çıxan sinirlər var. Bir də var aşağı 6, 7, 8 fəqərə bərabərliyində çıxan sinirlər. Bura diqqət eləməliyik. Burada beli bizdə 3 ilə işarə edib ki, belə fikir verirsinizsə, belə gələn simpatik sinirlər ancaq beldən gələn simpatik sinirləri ancaq böyrəyə və qadın daxili cinsiyyət orqanlarına, bir də digər şəkildə sidik hissəsinə gəldiyini qeyd edilib. Diqqətinizə görə təşəkkür edirəm. Yəni, ümid eləyirəm ki, faydalı olar.